Frankfurt sırasında protokollarına başlayırlar. Elmanların oyunla bağlı fikirlərini bölüşün daha Mən də sizlərə salamlayıram. Gəldikdə mübarizəli oyuna şahidlik elədik. Hər iki komandanın meydançada yaxşı iş ortaya qoyulur. Bəzi epizodlarda oyuna diktə edən tərəf biz idik. Sonra kulağını kullanmaq lazımdır. Biraz təzyiq göstərəndən sonra epizodlara girməyə başladı. Eləcə ümumi gözləyir bizi Turan Toğuz ağır komandalı. Düşünürəm ki, oyun hər iki komanda bir xal qazansın. Buyurlaşın. Onlarla söz gelirler, her şey olduğu konularında sadece iki farklı hissiyetler. Birinci yarıda daha üstün olan alanlar, ikinci yarıda rəqib daha, mənim fikrimcə söyləyirəm, daha üstün olan. Yəni bu fərq nədir edilir? İkinci hissədə başlayır ki, komanda sanki biraz müdafiə alanlarda istəkli üstünlər var. Yox, belə sırf komandaya o tapşırıq da yox idi ki, sırf hesabı vurmaq, futbolçular da əlbəttə ki, öndə olanda biraz psixoloji olaraq daha çox müdafiəyə diqqət yetirirlər. Hücumda da hücuma çıxırdı, sadəcə Agresivlik sağlaması. yox, agresivlik var idi, sadəcə epizodları düzgün dəyərləndirə bilmirdik. Rəqib də ikinci hissə əvəz etmələrdən sonra oyun biraz fərqli dəyişməyə bacardı. Yenə də futbolun içində olan elementlərdir. Düşünürəm ki, oyun hər iki komanda yaxşı olmalı. Elmar müəllim, stadionu dəyişmişsiniz. İkinci oyunda keçirsiniz. Bu dəyişiklik komandanın ruhuna və stadiona öyrəşmək, başqa stadiona öyrəşir, bəzən psixoloji olaraq. Bu amillərin təsiri var mı komandanın ruhuna? Buna nədən orada elə bir daha yaxşı oynadınız Mərdəkandakı stadionda? Bunun səbəb kimi Ona da belə bir götürsək, oynadığımız stadion da ona görə bizim üçün ev sayılır. Hamı bilir ki, biz Aranı təmsil edirik. Əlbəttə ki, mən də rəhbərlik və komanda da istərdik ki, öz azərkeşləri qarşısında çıxış edəsin. Valla məndən asılı məsələ deyil. Mən bura gələn ilk gündən mənim də istəyim, arzum odur ki, ev yəsi kimi o tribunaların qarşısında oynamaq. Əlbəttə, o da komandaya bir impuls verir. Yenə də ümidliyik, nə vaxtsa inşallah qayıdacaq. Bəlkə bəxsizlik kimi bir hal yaşanır. Ora ancaq öyrəşmişdik mövsümlə bərabər keçən mövsümdə. İndi yenidən bu stadiona öyrəşmək zəruriyyəti ortaya çıxır. Məncə çətindir belə. Belə futbolçularımız peşəkardırlar, belə adaptasiya baxımından düşünmürəm ki, belə çox sıxıntı yaşayaq. Sonra komandasına da təşəkkür edirik ki, bizi bu dönəmdə qəbul elədilər. Amma qarşıdakı oyunlarda yenə həmin stadiona qayıdacaq. Süpersportdan Sahitən Acəfər soy. Elmar bəy, Araz Naxçıvan ev oyunlarını neçə ildən sonra öz meydanında keçirə bilər? Elmar bəy, azad etsin. Elmar bəy dedim, Mən bilmirəm. Yəni bununla bağlı işlər başlanılıb mı? Vəziyyət nəyə görə? Bəs